Salam, axşamınız xeyirli olsun əziz və dəyərli izləyicilərimiz. Yeni bir Ceyranla qarşınızdayıq. Mercedes-Benz S-Class. Ceyrandır da. Həqiqətən də bunlara Ceyran deyirlər ha. Yəni Ceyran göz gedir bunlar. 2003-cü il 3.7 benzin mühərrik, avtomat sürətlər qutusu, avtomobildə sahibinin dediyinə görə mühərrik, sürətlər qutusu, xadaboyunda bir dənə problem yoxdur. Xırda problemlər nələrdir? Baxın. Gördüyünüz kimi, bax, bunlardır. Hardasa 100-150 manat, 200 manat maksimum bu xərci var avtomobilin. Gördüyünüz kimi, burada laks olub, laklanmalıdır. Bir də kapotun üstündə xırda bir şey var, o da var. Başqa heç bir şey yoxdur. Avtomobilimiz ideal vəziyyətdədir. Polnu fuldur, hər bir şey var. Memory paketinə qədər var. Açarsız daxil olma falan filan, hər şey var. 3.7 mühərrikdir. Yenə təkrar edirəm, benzin mühərrikdir, saat kimi işləyir mühərrik. İdeal vəziyyətdədir, qiyməti də ki, çox şirin. Yəni, girin turbazda da yoxlayın, bu qiymətə, bu avtomobil yoxdur. Yoxdur. 2003-cü il 9000 manat sahibinə çatan pul, 300 manat da bizim opsiyon zəhmət haqqı. Maraqlananlar 24 saat ərzində bizimlə əlaqə saxlaya bilərlər. 4000-4500 manatla da kreditə də salmaq olar. Problem yoxdur. Əlaqə saxlayın. Daima xidmətinizdə həmişə kimi kanalımıza abunə olmağı, videomuzu da bəyənməyi unutmayaq. Allah əmanət olun, görüşmək üzrə.